Çox əlamətdardır ki, 8-ci Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə Beynəlxalq Konfransı 1-ci Türkoloji Qurultayının 100 illiyinə həsr olunub. 1-ci Türkoloji Qurultayı 1926-cı ildə keçirilmiş, çox acı taleyi onun hamımıza məlumdur. Lakin bu qurbanlar bahasına, Türkologiyanın verdiyi bu qurbanlar bahasına bugün sözün həqiqi mənasında bugünkü Türk dövlətlərinin varlığı, Türk kimliyinin özünü təsdiq etməsini, dövlətçiliyin nümunəsində, iqtisadiyyatın nümunəsində, siyasi münasibətlər nümunəsində təsdiq etməsi hamısı 1-ci Türkoloji Qurultayının sözün həqiqi mənasında nəticələridir və bizim 8-ci Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə konfransı da demək, 1-ci Türkoloji Qurultayı ilə bağlıdır ki, bu da bizim simpoziumu son dərəcə əlamətdar etmiş olur. Bu simpozium Türkoloji folklorşünaslıq adlanır. Ümumi konsept budur. Məsələ burasındadır ki, mənim yadıma Mirəli Seyidov gəlir. 70-ci illərdə, 70-ci illərin ortası, 80-ci illərin əvvəlində Mirəli Seyidov bütün tədqiqatlarını ümumi türk kontekstində aparırdı və o əslində elə Azərbaycan şünaslığı, Azərbaycan folklorşünaslığı, ümumiyyətlə Azərbaycan şünaslığı türkşünaslıq kontekstinə çıxaran, qaldıran ilk alimlərimizdən biridir ki, onun da xatirəsinə buradan bir rəhməti oxuyuram. Bugün bizim bu simpoziuma Türk dünyasının hər yerindən görkəmli alimlər yığışıblar və bunun da mənası nədir? Bugün burada elmi fikir mübadiləsi gedir. Gələcəyimizi necə qurmaq, Türk xalqlarını necə inkişaf etdirmək, qloballaşan dünyamızda milli dəyərlərin, kimlik dəyərlərinin qloballaşan dünyada sürətlə aşılandığı bir dövrdə Türk kimliyimizi necə saxlamaq, bizim qarşımızda duran əsas məsələ budur. Digər tərəfdən də biz Türk intellektini, demək onun qarşılıqlı inteqrasiyasını təşkil etmək yolu ilə dünya folklorşünaslıq elmi fikrinə qoşulmaq bizim qarşımızda duran əsas məsələlərdən budur və bütün bunlar hamısı da elmin demək bizim ümumən Türk etnosunun inkişafına xidmət etməsini şərtləndirir ki, biz elm adamlarının da qarşısında böyük vəzifələr durur. Bu vəzifələrin həyata keçirilməsində də simpoziumların rolu böyükdür. Elə fikirləşirəm ki, 8-ci Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə simpoziumu demək, Türk xalqlarının inteqrasiyasında, xüsusilə elmi əlaqələrin qurulmasında, elmi fikrin vahid məcraya yönəldilməsində və əldə olunmuş elmi nailiyyətlərin doğru düzgün hədəflərə yönəldilməsində böyük rol oynayacaqdır.